Zahur Qarğallı xalq tələb edir. Amma seçkidə Zahur Qarğallı dediği xalqın ayağına ki, qadanız Ali, qurban olub, 41'e səs verir, hər şey yaxşı olacaq. Ay Zahur Qarğallı, üzərə çıx, gəl xalqın içinə, xalqın Canlı yayımdayıq, yəni qısa olaraq məlumat verərsiniz, nə baş verir, nəyə görə bura toplaşmışsınız? Məlumat mı istəyirəm? Nə işə satanlar, Arapılda, aha. Buna bağlı harfi müraciət edirsiniz? Yox, bugündən başlamışıq müraciət etməyə. Biz buraya heç bir siyasi akta gəlməmişik. Bizim hamımız 41'e səs vermişik. İşte, ama indi deyirik ki, sadəcə gəlsinlər narkomanları yıxsınlar oradan. Doldur. Gələ Savağa hələsində bir dənə pirusu var, hələ bir alıb veriblər də hələ başqalarına. Pirusları. Gələ Savağa durmurlar. Biz ayrı, burada heç nə istəmirik. Hər şeyimiz var, şükür Allaha. Gəlsin bunda bizə narkomanı düzüləcək. Meriyan qarşıda toplaqlarsa məqsəd? Meriyan qabağında elə sadəcə bilmədiyimizə görə gəlmişik ki, hələ gedək. Merimiz şəhərin yəhsid da belə deyək. Ona görə gəlmişik. Səbəbi ayrı bizim heç bir səbəbimiz yoxdur. O siz desin, hələ getmək lazımdır, biz gedək. Görüşəcək, gələcək, görüşəcək. Hana polis? Polis var, niyə açıq-açığına bazar gedir? Əgər polis baxırsa da bu işe niyə açıq-açığına alıb gedir? Əgər qanun varsa da bu şey satışda satmaq olarsa da hamısı aranjir əkəndir, pandor xiyar əkəndir. 30 qəpiyə xiyarı qapıda satanmır. Nə işə ki satasıdırlarsa da qoxaqdır. Aranjerinə nə işə qarşısını satsın, ham elə dolansın. Yox, 5 nəfər, 10 nəfəri bıraxıblar, özlərinə işlədirlərsə da xalq bilsin işini bir dəfəli. Çıxsınlar kənddən qıraqda satsınlar, kəndin içində satmaz. Bıraxsınlar. Nədir? Aya bilirəmmi ki, ha vaxtı belədir, təzəmi belədir, ay qardaşım, təzəmi belədir. Birini tutdular, apardılar, dedilər biz tutduq, prokuror bıraxdı. Niyə bıraxdı bilmirəm. Niyə bıraxdı? Onu bilmirəm, mən artıq bıraxdı. Deyir, axşam getmişik, deyirlər ki, belədir vəziyyət, deyir, bildik kimlərdir, amma şikayətçi yox. Şikayətçi görməyən adam var, ha. Şikayət eləmirik biz. Gəlmişik də tələbimizi eləyirik. Narkoman yiyik, mənim 2 dənə, 3 dənə nəvəm var öyle. 14 yaşında, 15 yaşında düz uşaqları gedir. Həmin oradan boğuların yanından düz uşaqları keçir. Cavan uşaqlar. Narkomandır, bir söz atdı. Bizim səyimiz bilirəm, Kənan Umarovla Zahur Qarğallı işlə düşürmürüm buraya. Biz onu bilmək istəyirik. Buraya düşürlər, düşmürlər. Konkret nümayəndələr bəxlə sizə nə dedilər? 4 nəfər gəlsin. Mən yə xeyr ola onun ayağına qalxaram ki, seçkidə onun ayağına qalxaram. Televizyon icazə vermirlər qalxmağa. Televizyon yolu, televizyon yasız 4 nəfər gəlin söhbət edək. Nə söhbət edəsin? Mən minnətə gəlməmişim, sünnətə gəlməmişim. Ki, mən onunla söhbət edəm. Barışığa mı gəlmişim, nəyə gəlmişim? Söhbət edək, nə söhbət edək? Düşsün xalqın qarşısında desin. Bu belə millət onun gözü. Sözünü desin, o da tələbini eləsin. Çağırsın, naçalnik milisiyalarını çağırsın. Polisiyasını çağırsın, hala baxır ben polisiya. İndiyə qədər heç sizin görüşən oldu mu? Heç kim heç sayan da olmuyor bizi, kim sayasın bizi? 2 nəfər buranın işçilərindən uspakoyt eləməyə çalışdı, nə uspakoyt? Su. 4 nəfər qalxsın yuxarı. Reşat ellərin, nə reşat? Niyə çıxartmaz zalı? Mamedov etibar. Hamısında bilirlər, kimlər əkər, kimlərin qapısında əkilir, kimlər satır, kimlərə maşın alıb verirlər, satdırırlar. Hamısında kəndin içində deyirlər, çıxsınlar qıraqda satsınlar, müşahid eləməzlər bizə. Amma kəndin içində satmaq, mənim oradan nəvələrim keçir. Uşaqlar, hamının olanların hamısının uşağı var, körpədiz uşağı var, keçənmir oradan. Çəkdilər, hay, küy, hay, haray, hər söz danışırlar. Məktəb uşağı orada, müəllimdən dərs almalıdır, yoxsa şey almalıdır. Onun soyunçlarını mı eşitməlidir, onun nəşə sevməyini mi qoğasın? Nə qarımalıdır? Satanlar hansı ki? Öz kəndimizin xalqıdır, öz kəndimizin xalqıdır. Hamısını da bilirlər, hamısını da tanıyırlar. Dəymirlər, bəlkə gözlərinin adamıdır, onu bilmirəm mən.
Amma niyə tutumlular bilmirəm. Ay qardaşım, bizim istəyimiz odur ki, Çakanı keçə zalı var burada. Çakanı tuturlar, satanı yox. Kanan Omar çıxsın, Zaurla barabar, Mavinlə barabar bir yerdə. Zala, biz də bu qədər adam çıxar zalda söhbətimizi ilə çıxaq orancadan. Yoxsa biz gedirik müharibə milisiyaya, orada gedir işlə də minister milisiyaya. Toysun vayskasını hamısını soxsun şəhəri. Bir adam... Yarı Kananında bir vurat verdi. Bir adam ham şahitdə bilir, ham bilir olar satanlar. Cəmaatın malı qapısında qalır. 20 qəpiyə xiyar almır. 20 qəpiyə onun dərdinə qalsın da. Onun dərdinə qalsınlar da cəmaatın malı qapısında yerləşdirsinlər, kənd cazından qırlar. Toyda əl qaldırıb oynayanlar var idi arasında. Ki səs verirəm ama. Ne oldu indi səs vermişik də narkomanlara səs verdik nəşə satanlara. Əzizləyicilər, hal-hazırda Araqlı kənd sakini Marini Ölü Mirasın qarşısına toplaşdılar. Onlar qeyd edirlər ki, kənddə narkotik alverçiləri peyda olub və onlar kənddə vətəndaşlara narkotik satırlar. Vətəndaşların tələbi odur ki, həmən narkotik satıcıları tez bir zamanda polis tərəfindən həbs olunsun və yaxud bunun qarşısı alınsın. Şu an diyor bize gözüküyor. Çeşit yetmiyor. Oynayın. Alacağım ki. Hara getdi Mamuka görə, Mamuka ilə bir danışardı. Nə deyim? Əhməd bəy, bununla bağlı nə danışardı? Bununla bağlı danışmağımız belədir ki, bu problem dediyimiz kimi yalnız Araqlı elinin problemi deyil, bu bütün Marneoli bələdiyyəsinin problemidir. Bu nəinki Marneoli bələdiyyəsinin, hətta eyni zamanda bütün Gürcüstanın problemidir. Bu pis xəstəlik, bu pis virus yayılmağa davam edir və buna da artıq görün nə dərəcəyə gəlib çatıb ki, xalqın özü etiraz edir və xalqın özü gəlib bələdiyyədən, meriyadan, parlamentin qeyri-legitim də olsa nümayəndələrindən tələb edirlər ki, polislə bunların arasında ünsiyyət yaransın, o cinayətkarlar həbs olunsun. Amma bugün biz görürük ki, nə bələdiyyənin meri, nə də qeyri-legitim parlamentin üzvü gəlib xalqla görüşmür. Amma seçki öncəsi bu xalqla qapı-qapı görüşürdülər və bu xalqdan yalvararaq səs deyirdilər. Amma bu xalqın problemi bugün deməli pik nöqtəyə gəlib çatıb, amma xalqla görüşməkdən imtina edirlər. Yəni biz nə deyə bilərik? Biz deyə bilərik ki, yalnız və yalnız bu hakimiyyət işləmir, becəriksizdir. Neçə illərdir ki demişik və bugün də biz onu görürük ki, bu hakimiyyət məhz bu problemlərin arxasında dayanan elə hakimiyyətdir. Çünki biz onu görürük ki, narkotik açıq aydın satılır bütün hər yerdə. Belə deyərdik ki, o kriminallar açıq aydın silahlı rayonda gəzirlər və hətta son insidenti biz nəzərə alsaq görürsünük ki, düz polisin önündə silahlı atışma baş verir. Bu artıq onun göstəricisidir ki, kriminal aşıb daşır, amma hakimiyyət nümayəndələri çox təəssüflər olsun ki, buna bir reaksiya vermir. Hal-hazırda Araqlı kənd sakinləri meri qarşısında dövlət nümayəndələrini görüş tələb edirlər, görüşmək istəyirlər. Amma hal-hazırda onlarla görüşmək istəmirlər. Yəni görüşməyə gələn yoxdur. Gəl. Görüşü tələb edin. Deyək qardaşım, görüş deyil. Alo. Araqlı kənd sakinləri Marini Ölü Kənan Ömərovla və parlamentin üzvü Zahid Ağca ilə görüş tələb edir.
Amiri. Bir de zencire 126 yedin. Ay Toma gel Toma sen gel. Orada sen otur orada sen de gel 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 orada kal. Hal-hazırda sakinlər içəri daxil olurlar və görüş tələb edirlər. Yok o gelsin, Mahmut gelsin. Çağıran bir bakıp geçersin. Bu çağrı profil. Sağ olun Murat. Yok be. Niye gelmediniz? Sizin milletin çəkini edirlər. Problem onu görün de beri gelin. Hasan, fuara çıkmağın mənası yoxdur. Fuarı yalandan çıxır. Altına da gidip en bir yer tekin edilsin. Gedin yaxşı olacaq. Ne yaptı? Mümkündür, yana mümkündür. Sasın bakın bizim işimiz yok. Ne gelmiş? Tarafıya dedim neye gelmiş bu mesaj? Sen de hamurda gel. Sen de hamurda gel. Lizzy, come to it. Lizzy, come to it. Lizzy, come to it. Lizzy, Qeyd edək ki, izləyicilər, hal-hazırda Araflı kənd sakinləri Marinoyeri kəndlər orada parlamentin verilən deputatı Zardarağanı ilə görüş tələb edirlər. Hal-hazırda meriyanın giriş tavsiyələrlər. Amma hələ ki, onlarla görüşün.
Vacibə məqar vacibə var soxdur. Qeyd edək ki, Araqlı kənd sakinləri Marina Ömərəsinin qarşısında toplaşırlar. Bunların toplaşmasının əsas məqsəd kənddə narkotik vasitələrinin satılmasıdır. Onlar tələb edirlər ki, narkotik vasitələrinin satışının qarşısı alınsın. Hal-hazırda əhali tələb edir ki, onlar Marina Kənan Ömərovla və parlamentin üzvü Zahar Darğalə görüşsünlər. Amma hələ ki onların kimlə görüşəcəyi məlum deyil. Yəni, onlara qəbul edən heç bir aidiyyatı nümayəndə yoxdur. Bunlara məlumat verirlər ki, sadəcə 6 nəfər görüşə gələ bilər.
Polisiyaşı, Bir dəqiqə ilə. Qamer cöbət meqobri burax. Kimdir bunlar? Vimcan da bir kasra var. Met tu şeydə mesamit seni. Met mokalak ne var? Marneolis mokalak, Marneolisim çovre bir adam yani var. Fen Vimcan da bir tu kasra var. Ala ubralu tanam şomil xartu, ra tanam de vogi qaviya. Muadgile zan Romeli, Marneolis tu, Marneolis zan sasyamo muada. Rat o ikunda movidli ne sahte. Anu ama sen de kavşire bir çön rauf krat. განცხადება უნდა დაწერო ხალხმა, რომ ნარკომანები არიან, Yetmezdi işimizi halledeceğim mi diyor, oraya yedireyim biz. Sen ne demiyorsun onu? Bana canı dayı korkusuz mu? Ya başayla koy kenarına bir sıra bala ondan sonra gidersin. Çanana da. Ay gel buranın başına. Ay şu yarı çık koymuyor. Ay şura desin. Düz diyor, niye diyor? Çağıran kimsine niye diyorsun? Bir dayansan, bir dayansan. Rəhmət polis. Ha? Muavindir, gəlsinlər bir. Nəyə gəlsinlər? Bu indiyənə kimi niyə gəlmir? İndiyənə kimi nə bu xalq bilmirmi ki orada nə oldu? Ben demirəm. Bizim danışmamızda problem edirlərsə mən gedirəm. Rahat olmayın. Mən elə düz başa düşürəm, yəni. Burada siz yetişirsiniz deyə mən bura gəlib sizdən model qazanmayam. Zaten problem yoxdur. Sen de bir ordu sözünü diyor. Mənə problem yoxdur. Siz istəsəniz gedir, amma siz istəməsəniz problem yoxdur. Şəhərdəkini düşünmürsünüz. Şəhərdəkini bir çağırmayız. Şehir girdim lazım. Şu yerine de muhafarat. Eləməyin, Sen de bir sen isteyip bakalım. Evet şimdi Şeyde, valla şimdi sen oradan bu kadar şu anda öyle olsun. Köydək polisə şeyə mi gedirlər? Polisə mi Şeyde sen oradan bir sen isteyip Hal-hazırda Marneoli Polis İdarəsinin nümayəndələri Mira qarşısına gəldilər və onları polis bölməsinə dəvət etdilər və görüşü orada müstəvilərini tələb edilər. Əhali hələ ki qərar verməyiblər. Miriyan qarşısında Marneoli kənarında görüşsünlər və yaxud Nereden görüştü? Aha. Öyle mi? Kenan Ömerov'la Ben niyə video çəkmədim? Kulak asın. Ha, qulaq as. Ben nereden görüştüm? Kenan Ömerov'la. Aha. Kenan Ömerov deyir ki, mən 3 dəfə polis rəisindən əlaqə saxlamışam. Aha. Bu mənim sahəm olmadığına görə, yəni bu Şu kəlmə bizə deyənmir bu sözü. Bir Haqa deyənmir bu ki, ha millət bu deyirlər. Mən də istəyirəm ki, Gələcəyim biz mən də kanalı. istəyirəm ki, aşağı düşə xalqa sözünü Nə deyir. deyir? Deyir, getsinlər, mən polis idarəsindən danışmışam, getsinlər polisin qabağında. Valla kanansız biz daha çox yaxşı tanıyırıq polis idarəsi. Kanalın dediyi sözü mən xalqa deyirəm. Çaydan sonra seçkin gelirdi. Ay kula. Çaydan sonra seçkin gelirdi. Gene gelip maliyet elinde. Aşağı düş vatandaş səni Mən gətir. də istəyirəm aşağı düşə. Demədim onu. Dedim, hə, and ol Allaha. O Slepan deneceksin maliyet elinde. Gelip arşine bak. Hal-hazırda əhali Ay sağ ol. Mən deyəcəm, mənə polis lazım. Gəlsin banditdən narkomanlar yığsın. Mənə lazım deyil, burada oxuya burada seçki olacaq. Hə, olacaq da seçki. Çox sağ, düzdür, qaqaş, Hasan. Sen yakışıklı bağırsasın burada hala o bir şey tutun. Ha piyasa tohra piyasa buraya.
Ama teslim başında yaş. Gelmiş narkomanla görevimiz. Gelip burada parlament seçimi yapalım. Sensiz gel. Kapıyı göremem, gene bakmış, gene katılmış. Hala canım. Hazırda vətəndaşlar Marinol polis şöbəsinə doğru hərəkət edir. Orada görüş tələb edir, görüşəcəklər. Hadi al.